Tərkib ən vacib hissədir. Nə qədər qısadırsa, bir o qədər yaxşı. İlk 3 maddə bərabərdir məhsulun əsası. Əgər ilk yerdə şəkərdirsə, geri qoy. Addım 2. Şəkər. Şəkər fərqli adlarla gizlənir. Glukoza, fruktoza, sirop və çətin bir ad maltodekstrin. Məhsul siyahısında nə qədər yuxarıdırsa, o qədər çoxdur. Addım 3. Kalorilik. 100 qram üzrə bax, porsiyaya yox. Məhsulları dürüst müqayisə et. Addım 4. Yağlar. Qaçın trans yağlar və hidrogenləşdirilmiş yağlardan. Daha yaxşı seçim bitki yağları, qoz fındıq və toxumlar. Addım 5. Zülal. Zülal çoxdursa, toxluq daha uzun çəkir. Xüsusilə vacibdir səhər yeməyi və qəlyanaltılar üçün. Boş məhsullar almamaq üçün bu videonu yadda saxla.